Salam hörmətli izləyicilər, bugün sizə sabahki, yəni 25 yanvar OTK-nın sınağı üçün, dəstək üçün keçən ilki 26 yanvar suallarının izahını vermək istəyirəm. Dil qaydaları suallardır. Şəxsiz cümləni müəyyən edin. Şəxsiz cümlə hansı cümlə idi? Mübtədası yoxdur, bərpa etmək qeyri-mümkündür. Şəxsiz növ feil varsa, əgər cümlənin xəbəri şəxsiz növ feildirsə, deməli bu cümlə şəxsiz cümlədir. Yəni təkcə şəxsiz növ olanda yox, təbii ki, ismi xəbərli var, sonra frazeoloji birləşmələr var. İndi biz baxaq, şəxsiz cümləni tapaq. A bənd, o evlərini yollananda qaranlıq düşürdü. Nə edirdi? Düşürdü, nə qaranlıq? Burada mübtəda var. Mübtədası olan hər bir cümlə müəyyən şəxsi cümlədir. Kimsə qəfildən qapını açdı. Nə etdi? Açdı. Kimsə mübtədadır. Bu cümlə müəyyən şəxsi cümlədir. D bənd, idmançılarımızın qələbə xəbərləri eşidəndə məni fərəh bürüyür. Bürüyür, nə bürüyür? Fərəh bürüyür. Bu da mübtəda xəbərdir. Və Y bəndi, həyətə gələnin kim olduğunu heç birimiz bilmədik. Bilmədik kim, heç birimiz. Burada da mübtəda xəbər var. C bəndində yazılıb ki, bu kitablardan məktəblərdə daha istifadə olunmur. İstifadə olunmaq şəxsiz növ feildir. Şəxsiz növ feillərdə mübtəda olan cümlədə işlənə bilmir və mübtədanı bərpa etmək qeyri-mümkündür. Cavabımız oldu C bəndi. İkinci sual, hansı cümlədəki sözlərdən birini qalxmaq sözü ilə əvəz etmək olmaz? Bu asan sualdır. Hər birinə həmin sözü yerinə qoyaraq tapmaq mümkündür. A bəndi, reyslərin yanında torpaq şişib böyümüşdü, qalxmışdı. Mümkündür. C bəndi, birdən güclü külək başladı, qalxdı. Mümkündür. Alpinistlər həvəslə dağa dırmaşdılar, qalxdılar. Mümkündür. Müəllim sinifə daxil olanda şagirdlər ayağa durdular, qalxdılar. Mümkündür. Bir bəndində isə deyilir ki, 500 qılınc tədarük etmişdi. 500 qılınc qalxmışdı deyə bilmərik. Cavabımız oldu B bəndi. Üçüncü sual. Cədvələ əsasən yanlış bəndi müəyyən edin. Cədvəldə göstərilib ki, hər xanasında bir feil var və feil haqqında ümumi məlumat yazılıb. Gətirdin feilin iki şəklində düşünülə bilər. Gətirdin sözü doğrudan da iki şəkildə düşünülə bilər. Bir var ki, yazaq bura, gətirdin, sən kitabı gətirdin. Nə etdin? Gətirdin. Burada di keçmiş zaman şəkilçisi, n şəxs şəkilçisi. Bu hansı şəkildə oldu? Təbii ki, bu oldu xəbər şəklində. Bir də var ki, kitabı mənə gətirdin, siz kitabı mənə gətirdin. Bu zaman belə təhlil olunacaqdır. Baxın, nə edin? Gətirdin. Bu əmr şəkli olur. Gətir sözün kökü, gətirtmək. Bu başlanğıc forması, leksik şəkilçidir. İn isə burada şəxs şəkilçisidir. Bu da oldu əmr şəkli. Bu doğru fikir oldu mu? Bəli, bu oldu doğru fikir. Bizə amma nə lazımdır? Yanlış fikir. Qaçırdı feilinin iki zamanda düşünə bilər. Bəli, qaçırdı sözü də ola bilər. Qaçırdı, o hər gün buradan qaçırdı. Nə edirdi? Sual verərək də tapmaq mümkündür. Yəni burada ır olacaqdır. İndiki zaman şəkilçisi D olacaq, idi hissəcik. Bir də var ki, o pişiyi qaçırdı. Nə etdi? Qaçırdı. Bu sualını verəndə görürük ki, nə etdi? Bu yenə də nəyin sual oldu? Yəni keçmiş şuhudi keçmiş zaman sualıdır. Keçmiş şuhudi keçmiş zaman şəkilçisidir. Sözün kökü qaç, ır isə leksik şəkilçidir. İki zamanda düşünülə bildi mi? Bəli. Birinci söz oldu indiki zaman, ikinci söz oldu keçmiş zaman. Keçək digər cavaba. Atıldı. Feilin iki qrammatik məna növündə düşünülə bilər. Bəli, atıldı həm məchul, həm də qayıdış ola bilər. Məsəl üçün, o irəli atıldı. Kim? O. Bu öz üzərində iş görür. Bir də var ki, zibil atıldı. Bu da oldu məchul növ. Həm qayıdış, həm məchul oldu. Qazanda feilin təsriflənməyən iki formasında düşünülə bilər. Bəli, bu da maraqlı bir cavabdır. Qazanda sözü necə ola bilər ki, iki təsriflənməyən formada ola bilər. Təbii ki, məsdər ola bilməz. Mühakimə burada yoxdur. Amma feili sifət, bir də feili bağlama ola bilər. Necə ola bilər? Baxaq. Əgər desək ki, qazanda, o yer qazanda yağış yağmağa başladı. Qazmaq sözün kökü, anda isə feili bağlama şəkilçisi. Bir də var ki, yeri qazan adamda mənim alətlərim var. Belə bir cümlə olsa, biz onu dəyişdirib belə deyə bilərik. Yeri qazanda, yəni qazan adamda mənasında. Yeri qazanda mənim kitablarım var. Biz bunu ancaq cümləyə görə ayıra bilərik uşaqlar. Ona görə cümləyə fikir veririk. Bunda olacaqdır. Qazmaq sözün kökü, qazan, yeri qazanda kimdə isimləşmiş feil sifət olacaqdır. Bu oldu feil sifət şəkilçisi, da isə oldu yerlik hal şəkilçisi. İki şəkil, daha doğrusu iki təsriflənməyən formada işlənə bildi mi? Bəli. Bu da doğru cavabdır. Bizə isə lazımdır. Necə cavab?
Təbii ki, yanlış cavab. Və sonuncu cavaba baxırıq. Deyiləsi. Deyiləsi sözü feilin iki şəklində düşünülə bilər. İki şəklində düşünülə bilməz. İki cür düşünülə bilər. Baxın. Deyiləsi. Məsəl üçün, ola bilər deyiləsi idi. Belə bir nə yazaq. Nə edəsi idi, deyiləsi idi. Bu zaman əsi oldu lazım şəklin şəkilçisi. Bir də var deyiləsi sözlər. Necə sözlər? Deyiləsi. Bu zaman deyiləsi söz. Necə söz? Deyiləsi. Bu oldu feili sifət. Biri feili sifət oldu, biri oldu lazım şəkli. İki şəkildə düşünmək olar mı? Təbii ki, olmaz. Çünki lazım şəkli şəkildir, amma feili sifət şəkil deyil. Feili sifət təsviflənməyən feildir. Ona görə cavab oldu 5, o da D bəndi. Keçək digər sualımıza. Dördüncü sualda deyilir, cədvələ uyğun sözləri müəyyən edin. Tərkibində səs düşümü olsa da hərf və səs sayı eynidir. Yəni, buradan elə çıxır ki, həm səs düşümü var, həm səs artımı. Yəni, biri düşür, bir səs düşür, bir səs isə əlavə olunur. Biz baxaq, nəzakətlə biz görürük ki, burada səs düşümü yoxdur. Ümumiyyətlə, buna baxmırıq. Elə birisinə baxsaq, bəs eləyir, vaxtımız tez, yəni çox keçməməsi üçün. Məqsəd yönlülük deyəndə burada səs düşümü yoxdur. Aidiyyət deyəndə isə nə oldu? A ilə i-nin arasına bir dənə y əlavə olundu və digər y isə düşdü. Yəni, həm səs artımı var, həm səs düşümü. Cavabın birisi 3-dür. Tərkibində səs düşümü var, səs artımı yoxdur. Və burada birisi var. Bayaq hər ikisi var idi, burada isə birisi var. Yalnız səs düşümü var. Biz baxaq, dostlarla dedikdə, baxın, burada səs artımı yoxdur deyə, amma nan, bir dənə n artırılır. Ona görə bunu çıxırıq. Neftlə n artırırıq, yenə düşür. Yəni, hər ikisinə baxmağa ehtiyac yoxdur. Bir də var, sərbəstlik deyəndə, burada t düşür, amma heç bir səs artımı baş vermədiyi üçün cavabımız oldu 6. 3-6, bu da oldu D bəndi. Keçək digər sualımıza. 5-ci sualda deyilir, nümunədəki sözlərlə bağlı yanlış fikir müəyyən edin. Vaxtın dəyirmanda daş əridi, qum oldu, tarixə atdığımız qayıtdı, lüzum oldu. Dünyənin həqiqəti bugün tərs yozum oldu. Niyə də yozulmasın, axı dünya fırlanır. A bəndi, altına xətt çəkilmiş söz feilin xəbər şəklindədir. Yozulmasın sözü bildiyimiz kimi xəbər şəklində yox, əmr şəklindədir. Yozulmasın sözündə heç bir zaman şəkilçisi olmadığından xəbər şəkilçisi ola bilməz. Elə yanlış cavab budur. Tez-tez digər cavablara da baxaq. Əvvəlində işarəsi qoyulmuş söz amonim deyil, dəyirman sözü amonim deyil, doğrudur. Tünd qara hərflərlə verilmiş söz məlum növdə işlənmiş feildir. Atdığımız sözün kökü atdı, dığı isə qrammatik şəkilcidir, yəni sadə feildir. Bu da doğrudur, məlum növdür. Yalnız qrammatik mənası olan sözlər də vardır. 4-cü misalə baxırıq. Niyə də yorulmasın, axı dünya fırlanır. Bəli. Köməkçi nitq hissəsi var. Çərçivə daxilində verilmiş söz adlı haldadır. Dünyanın həqiqəti. Burada i mənsubiyyət şəkilçisidir və adlı haldadır. Cavab hansı oldu? A bəndi. 6-cı sual. Həmin uşaqlar müəllimin sözlərini indi tez-tez yada salırdılar. Nümunəsindəki sintaktik əlaqə hansı bənddə doğru göstərilməmişdir? Sintaktik əlaqə baxarkən biz görürük ki, burada həm ox işarələri var. Ümumiyyətlə, bəzi cümlə üzvləri var ki, bir-birinə əlaqəsi olmur. Bunlar hansılardır? Bunu bir dəfə yadımıza saxlayaq. Həm cümləni təhlil edək, həm də cümlə üzvlərini yadımızda saxlayaq ki, məsələn, hansı sözlər arasında əlaqə olmur? Tamamlıq və zəflik arasında əlaqə olmur. Tamamlıq, zəflik. Zəfliklə zəflik arasında da əlaqə olmur. İndi biz baxaq. Həmin uşaqlar müəllimin sözlərini indi tez-tez yada salırdılar. Nə edirdilər? Yada salırdılar. Necə tez-tez? Zəflik. Nə vaxt? İndi. Sonra kim yada salırdı? Uşaqlar. Hansı uşaqlar? Həmin uşaqlar nəyi yada salırdılar? Müəllimin sözlərini. Bu oldu cümlənin təhlili və altdakı sözlərə baxırıq, cavablar. Sözlərini yada salırdılar. Bəli, tamamlıqla xəbərdir, əlaqəlidir. Bu doğrudur. Ox işarəsi də doğru göstərmişdir. Tez-tez yada salırdılar. Doğrudur. Uşaqlar yada salırdılar. Ox işarəsi uşaqlar tərəfədir. Çünki mübtəda ən müstəqil üzvdür. Bu da doğrudur. Həmin uşaqlar, bu da doğrudur. Amma indi tez-tez. Bu iki zəflikdir. Bunlar arasında əlaqə yoxdur. Cavab oldu C bəndi. Çətin deyil bu. 7-ci sual. Bağlayıcılarda vergül işləməsi ilə bağlı səhvin olduğu cümlələri müəyyən edin. Bu düzdür, asandır, lakin çox adam burada səhv edir. Təkcə məktəblər, şagirdlər yox, hətta böyük insanlar da bəzi bağlayıcıları, bir çox bağlayıcılar səhv yazır. İndidən siz öyrənin ki, uşaqlar, gələcəkdə, həm indi, həm də gələcəkdə
Səhv eləməyəsiniz. Biz gəlməmişdik, çünki həmin gün digər tədbirdə idik. Baxın, çox insanın səhv elədiyi sözlərdən birisi çünkidir. Çünkidən sonra yox, əvvəl vergül olmalıdır. Biri götürürük. Bizə səhv lazımdır. Oldu sevincin də, oldu qəmin də. Burada dadə, təkrarlanan dadə varsa, birincidən sonra vergül qoyulur, sonuncudan başqa, digərlərindən sonra. Bu doğrudur. Hamının diqqəti Gəray bəydə idi. Halbuki o bunu gözləmirdi. Halbuki qarşılaşdırma bağlayıcıdır. Qarşılaşdırma bağlayıcılarından əvvəl vergül qoyulur. Özündən sonra yanlışdır. 3-ü götürürük. Mən vaxtında gəlmişdim, lakin yenə də növbədə gözləməli oldum. Burada da yenə lakin qarşılaşdırma bağlayıcıdır və özündən sonra vergül olmaz, özündən əvvəl olar. 5. Sanki bu onun mənə göstərilən sonuncu fotosu idi. Burada da yanlış var, sanki sözüdür, amma biz burada 5-i götürə bilmirik. Çünki sanki sözü modal sözdür. Modal sözlərini bilirik ki, bir növündə, yəni bənzətmə mənası bildirən, bənzətmə modal sözlərinə əvvəl və sonra vergül yazılmır. Amma bizdən bağlayıcı soruşulduğu üçün biz 5-ə toxunuruq. Cavabımız oldu 1, 3, 4. Yenə də D-bəndi. 8-ci sual, nöqtələrin yerinə hansı ifadə əlavə olunsa cümlənin tərkibində həmcins üzvlər də olar. Demək olar ki, son illərin, son vaxtların ən məşhur sualıdır. Burada biz görürük ki, lə var. Burada lə iki cür işlənə bilər uşaqlar. Ya ola bilər ki, Vaqif və sən. Əgər belə olsa, yəni lə burada bağlayıcı olsa, bu zaman həmcins üz olacaqdır. Əgər lə burada qoşma olsa, həmcins üz olmayacaqdır. Qoşma nə zaman ola bilər? Sadəcə yerləri dəyişəndə. Məsəl üçün, mən Vaqiflə getdim. Bu zaman, əslində söz sırası burada pozulur, əgər qoşmadırsa. Və qoşmadırsa, sən mübtədasından sonraki xəbər ikinci şəxsin təkində olar. Əgər ikinci şəxsin təkindədirsə, lə burada qoşmadır. Əgər həmcins üzvdürsə, yəni bağlayıcıdırsa, onda necə olacaqdır? İkinci şəxsin cəmində olacaqdır. Çünki tərkibində ikinci şəxsə aid əvəzlik varsa, buradakı həmcins üzvlərdən sonra gələn xəbər ikinci şəxsin cəmində olar. İndi baxaq. Bazara gedəcəksən, sən Vaqiflə bazara gedəcəksən. Yəni bu olacaq qoşma. Açıq danışmalısan, qoşma. Çoxdan barışmalı idin, qoşma. Görürük ki, hər biri ikinci şəxsin təkidir. Məktəbdəki tədbirə getdin, qoşma. Cavabımız oldu yenə də D-bəndi. Vaqif və sən tapşırığı birlikdə yazmalısınız. İkinci şəxsin cəmi oldu mu? Bəli, oldu. Ona görə cavab oldu D-bəndi. 9-cu sual, elə bir diaqramına əsasən doğru fikirlər müəyyən edin. Yeni yaradılmış qurum ölkənin xarici ticarətini töhfə verməli idi. Yeni komissiya məsələsi daha dərindən araşdıracaqdır. Yeni komissiya məsələni daha dərindən araşdıracaqdır. Biraz xırda yazılıb. İndi bir-bir cavablar oxuyaq. Biz görürük ki, cavablarda zəflik, yəni sintak təhlilə aid də cavablar var. Ona görə biz cümləni sintak təhlil edək. Yeni yaradılmış qurum nə etməli idi? Töhfə verməli idi. Bu oldu xəbər. Nə qurum? Hansı qurum? Yeni yaradılmış. Nəyə töhfə verməli idi? Ölkənin xarici ticarətinə. İkinci cümlə, yeni komissiya məsələni daha dərindən araşdıracaqdır. Nə komissiya? Kim komissiya? Hansı komissiya? Yeni. Bu oldu təyin. Nəyi araşdıracaqdır? Məsələni necə dərindən? Bu da oldu zəflik. Biz təhlil elədik. İndi cavablarımıza baxaq. Müəyyən şəxsi cümlədir. Müəyyən şəxsi cümlə bilirik ki, mübtədası olur və ya asanlıqla bərpa etmək olur. Hər iki cümlənin mübtədası olduğu üçün burada qurum, burada isə komissiya. Hər ikisinin mübtədası olduğu üçün bir ortada yazılmalıydı. Ona görə biri çıxırıq. Bizə lazım doğru fikirlər. Bir olan cavablar avtomatik çıxsa, qaldı 3 cavabımız. 2. Söz birləşməsi ilə ifadə olunan cümlə üzvü vardır. Yeni yaradılmış qurum, daha doğrusu yeni yaradılmış bir, ikincisi isə ölkənin xarici ticarətinə. Söz birləşməsi ilə ifadə olunan cümlə üzvü var, bu bir. İkinci cümlədə isə görürük ki, hər söz ayrıca təhlil olunub, deməli bu doğru fikirdir. Çünki yalnız biri aiddir. 3. Sintaktik əlaqənin hər iki növündən istifadə olunmuşdur. Sintaktik əlaqəni bilirik ki, uşaqlar iki növü var. Tabelilik, bir də tabesizlik. Tabelik əlaqəsi demək olar ki, 99% cümlələrdə tabelik əlaqəsi var. Yəni, əgər iki söz əlaqəyə girmişdirsə, tabelik əlaqəsi var. Amma tabesizlik əlaqəsi isə nə zaman olur? Ya həmcins üzvlər olarsa, ya da tabesiz mürəkkəb cümlə olarsa. Biz burada hər iki cümlə sadədir və heç birisində həmcins üzv olmadığından tabesizlik əlaqəsi yoxdur. Ona görə 3 yanlışdır. 3 olan cavablarda çıxsaq, əslində bizim bir cavabımız qalır.
İzah edici üzvdən istifadə edilmişdir. Deməli, izah edici üzv hansıdır? Burada təyindir. Hər ikisində təyin vardır. Bu doğrudur. 5. Zəflik işlənmişdir. Zəflik birinci cümlədə işlənməmişdir, ikincisində işlənmişdir. İkinci cümlə üçün doğrudur. Feili xəbərlidir. Araşdıracaqdır, tövhid verməli idi. Biri vacib şəklindədir, digəri xəbər şəklindədir. Bu hər ikisi üçün doğru olduğu üçün bunu da götürmürük. Cavabımız oldu 3, daha doğrusu 2, 4, 5. Cavab oldu D bəndi. Və sonuncu suala baxaq. Modal söz və əlavənin bir cümlədə işləndiyi nümunəni müəyyən edin. Modal söz nə idi? Modal söz danışanın fikri münasibətin bir köməkçinin hissəsidir. Əlavə isə özünə əvvəlki üzvü aydınlaşdıran, konkretləşdirən bir üzvdür. A bəndi. Ay Mahnur xanım, yığıncağın əsas məqsədi bu sənəd yeni proqramdır. Bu sənəddir, yeni proqramdır. Düzdür, burada əlavə var, lakin modal söz yoxdur. Ona görə A bəndini çıxırıq. Ümumiyyətlə, bir dənəsinə baxsaq, əgər birisi yoxdursa, ikincisinə baxmaya ehtiyac yoxdur. Beləliklə, biz özümüzə burada vaxt qazanırıq. B bəndi. Antik müəlliflərin yazdığına görə bu yürüyüş Qafqaza doğru hərəkət Romalılar üçün ciddi əhəmiyyət daşıyırdı. Bu cümlədə modal söz yoxdur. Antik müəlliflərin yazdığına görə burada modal söz yoxdur ümumiyyətlə. Ara söz var, modal söz yoxdur. Fikrimcə, xalqdan öyrənmədən böyük poeziya yaratmaq sənətə inandırıcı gəlməməlidir. Burada modal söz var, fikrimcə, lakin əlavə yoxdur. C-də çıxırıq. Mənim fikrimcə, onlar, yəni tələbələr və valideynlər qiymətləndirmədən razı qalacaqlar. Bu da maraqlı cümlədir. Burada modal söz də yoxdur, əlavə də yoxdur. Niyə? Çünki mənim fikrimcə, əgər söz birləşməsi formasındadırsa, bu artı modal söz olmur, yalnız ara söz olur. İkincisi də, burada yəni varsa, həmcins üzvlər var və burada onlar sözü nə oldu? Ümumiləşdirici söz. E bəndinə baxaq. Bəlkə də modal söz. Dünyada bu çay, Araz qədər mürəkkəb və faciəli taleyi olan başqa yer yoxdur. Bu çay, bir də Araz. Bu ikisi, yəni Araz əlavədir. Bəlkə də modal sözdür. Cavabımız oldu Y bəndi.